Boykot sözünün mənşəyi də İrlandlara aiddir. Kəndlilərin qiymət endirimi tələbini rədd edən torpaq sahibi Charles Boykot kəndlilər tərəfindən tamamilə ictimai həyatdan təcrid olundu. Hətta poçtalyon belə ona məktublarını çatdırmırdı. Bu etiraz nəticəsində boykot sözü meydana gəldi. Boşanma 1995-ci ilə, abort isə 2018-ci ilə qədər qanuni deyildi. Lakin son illərdə cəmiyyətin dəyərləri dəyişməyə başladı. İrlandiya 2015-ci ildə referendum yolu ilə eyni-cinsli evliliyi qanuniləşdirən ilk ölkə oldu. Hökumət təhsili daha dünyəvi hala gətirmək üçün addımlar atsa da, bugün ibtidai məktəblərin 90%-i hələ də katolik kilsəsi tərəfindən idarə olunur. Yalnız oğlan və ya yalnız qız uşaqlarının təhsil aldığı məktəblər də mövcuddur. Bugün İrlandiya və Şimali İrlandiyanın iki ayrı ölkə olmasının əsas səbəblərindən biri də elə dini inanclardır. Birləşmiş Krallıqda protestantlıq yayıldıqda katolik dininə sadiq qalanlar inancına görə daim təzyiqlərə məruz qaldılar. Məsələn, İrland katoliklər torpaq sahibi ola bilməz, təhsil ala bilməz və İrland dilində danışa bilməzdilər. Zaman keçdikcə bu dini ayrıseçkilik siyasi və mədəni qarşıdurmalara çevrildi. Uzun sürən münaqişələrdən sonra xalq 1922-ci ildə Birləşmiş Krallıqdan ayrılaraq adanın cənubunda müstəqilliyini elan etdi. Şimalda isə protestant inancına bağlı olan və Birləşmiş Krallıq tərəfindən idarə olunan muxtar bir dövlət quruldu.